Salam Aygün xanım, necəsiz? Sağ olun, yaxşı olasınız. Yaxşı olasınız. Hər şey yaxşıdır, sağ olun. Siz 5 il ailəlisiniz. Hal-hazırda 40 yaşınız var. Gedəndən sonra müalicə olundu. İlk uşağınız olub müalicədən sonra. Və hal-hazırda 3 yaşı var. Gəldiniz yanıma ayın 30-u sentyabr, yəni 2 ay gəldiniz yanıma və yoxlanış zamanı sizdə problemlər nə aşkar olundu? Antimüller 1 idi, yəni sıfırlarda deyildi. Yaşınıza görə, 40 yaşınıza görə dedim ki, yaxşıdır. Amma FSH çox yuxarı idi. 22 FSH var idi, prolaktinimiz yuxarı idi və LH yuxarı idi. Dedim ki, erkən menopauza başlayır. Düzdür, menopauza, premenopauza birinci oldu 10 il, sonra menopauza başlayır. Sizə dedim ki, yumurtalar zəifliyir, yəni menopauzaya çox yaxınlaşırsınız və zobunuz var idi. Müalicəmizi yazdıq, oktyabrda 18-i müalicə yazılıb və 7-si yazılıb. Bu müalicələr hamısı olunub və neçə gün vaxtınızdan keçib? Mən deməli, aksiyakon imançısıyım, şu an sonuncu dəfə qarşı. Haradasa indi noyabr 26-sı, 27-si olmalı. 5 gündə belə deyək, 6 gün vaxt belə, 5-6 gün. Məndən əvvəl müalicələr olunub, yoxsa elə 3 il gözləyibsiz? Olunub, çox olunub. Haradasa mən 3 həkim belə deyək, başqa yerdə olmuşam. Ən axırıncı artıq mənə ümid verməmişdilər. Yəni mənə demişlər ki, artıq süni mayalanma sizdə tamamilə bu antimüller hormonu aşağıdır, yəni özünüz ola bilməz uşaq. Ancaq mən sizi elədi ki, Allah mənə yetirdi. Mən o səhifəni gördüm, sizi Instagram səhifənizi izlədim və ümidlə gəldim ki, 100% nəsə olacaq burada. Yəni həqiqətən də mən inandım. Çünki mən orada nəticələrə baxırdım ki, məndən də göstəriciləri aşağı olanlar, hətta sizin 2-2 follikullar var. Bəli, sizin olurdu ki, 1 olurdu. Daha antimüller sizdə gələn xəstələrin səhifənizə baxmışam, 0,2-dir. Məsələn, mən onda lap ümidləndim ki, yəni əgər bu göstəricilərlə başqalarında olursa, hətta yaşlar da məndən çox olanlar, 43, yəni indi ümidlə gəlmişəm. İnanıram ki, baxaraq testi xoş xəbər olar. Deməli, 3 il, ikinci responsuzluq, 40 yaşımız var, FSH 22 və cəmi bir dənə kalifayı var. Baxaq, testimiz 5 gün keçib vaxtımızdan. Baxaq, möcüzə testimiz göstərir, göstərməz 2 hədd. 1, 2 göstərib. Göstərib, indi keçək. Qan analizimizdə də, qan analizimizdə indi hazır olar. Testimiz 2 hədd göstərdi və qan analizimizi də gətirdilər. Aygün Məmmədli, 40 yaş. Siz həmləsiz. Ay, həkim çox sağ olun. Təbriklər, gələndə çox ağlayırdınız, çox həyəcanlanırdınız. Çox sağ olun həkim, hər şey görə çox sağ olun. Ay, çox sağ olun. Belə az müddətə, yəni. Cəmi 2 ay. 2 resept. Maşallah. Cəmi bizim möcüzə reseptlərimizdir. Bu 2 dənə resept olunub və müalicə nəticəsində çox sağ olun həkim, çox sağ olun. Gələndə heç inanmırdınız. Siz həmişə deyirsiniz ki, inanmırıq ki, həmlə qalırıq. Biz mənə o qədər ümidsizlik düçar eləmişdilər ki, yəni... Hətta süni mayalanma demişdilər. Hətta bəli, yəni mən bizdə də evdə sözün açıqla biraz inamsızlıq olduğuna görə bəzi şeylərə görə, yəni bu süniyə də razı olmamışdıq. Hətta mənə deyirlər ki, bir uşaq var da, yəni tamam ümidsizliyə qapanmışdım. Ancaq yenə sizi elə bir Allah mənə qarşıma həqiqətən çıxartdı. Yəni bilmirəm, mən o qədər ümidlə gəlmişdim ki, çünki nəticələrinizi yenə deyirəm, gördüm sizin səhifənizdə və dedim ki, yəni belə bir həkim varsa niyə getməyim yanından, amma həqiqətən möcüzə doktor, həqiqətən siz bu mərkəzin adını möcüzə qoyun, həqiqətən də doğrudan. Yəni mən inanmadım. Çünki mən neçə yerdə olmuşdum, hətta mənə demişlər ki, sizin artıq kəsiləcəksiniz, yəni tamam belə. Analizdə bəli, belə göstərirdi. Mən baxdım, analizləri siz vermişdiniz. Bir öncə 22 FSH, yəni deməkdir ki, 12-dən yuxarı olanda həmləlik baş verir. Problem çıxmışdı, yəni siz onu demişdiniz, yoxlanışa getsin, o da müalicə alırdı. Amma yəni məndə ümumiyyətcə ümid yox idi, demişlər ki, yəni səndə hətta mənə demişlər ki, siz qadın kimi, yəni o prosesi görəndə az olursunuz falan, mənə deyildi ki, bəli, məndə getdikcə az sıxılda, elə ki, o miqdar da azalır, miqdar da azalır, qan miqdarı azalır. Bəli, o da məni hər dəfə görürdüm ki, az gəlir, o mən tamamilə depresiya düşmüşdüm ki, yəni vəzi qutardı. Hətta özümü qınayırdım ki,
mən niyə 40 yaşında getdim ginekoloqa? Bəlkə uşaq elə bil ki, mən 3 yaş, 2 yaşında gedərdim. Tez 1 yaşında gedərdiniz, bəli. 1 yaşından sonra başladım sözün açığı. Hətta 1 yaş 6-7 ayda. Deyirdim ki, kaş 1 yaşı rovnu. O məndə əməl başlı bir depressiya yaranmışdı, bəli. Amma siz çox qorxurdunuz. Çox qorxurdum, çünki məni tamamilə demişlər ki, bəli, qarnınız çox pis idi, amma Hatta mən bir həkimdə oldum, dedilər ki, mən həkimə dedim, həkim, konnissium, tutardı, dedi, belə də, yəni ki, mən dedim, vəsiyo. Maşallah, çox sağ olun, həkim, hər şey görə, həqiqətən, çox sağ olun. İnşallah, bırakın sevinək. İnşallah, hər şey görə sağ olun.